etməliyik ki, qəhrəman şəhidlərimiz məhz vətənpərvər müəllimlərimizin verdiyi o müqəddəs tərbiyə ilə boya başa çatmışlar. Onlar vətən sevgisini, ana müqəddəsliyini, bayraq ucalığını ilk dəfə məhz müəllimlərindən öyrənmişlər. Müəllimlərinin onlara aşıladığı vətənpərvərlik dərsi ilə döyüşə atılan o mərd oğullarımız bizə bu möhtəşəm zəfəri bəxş etdilər. İndi isə söz elə o qəhrəmanları yetişdirən müəllimlərə veririk. Gəlin müəllimlərimizin öz şəhid məzunları haqqında kövrək xatirələrini dinləyək və video çatdırıq. Müəllimlərimizin şəhidlərimiz haqqında bölüşdüyü hər bir xatirə əslində bir qəhrəmanlıq dastanının ilk sətirləridir. Onlar vaxtilə sinif partalarında əyləşən, gözlərindən vətən sevgisi oxunan o məsum uşaqların necə böyük bir sərkərdəyə, yenilməz bir əskərə çevrilməsinin canlı şahidləridir. Qeyd etmək istəyirik ki, tədbirimizin rəhbəri Zəmrə müəllimə də şəhidimiz Ziyad Muradovun müəllim olmuşdur. O Ziyadın bizə əmanəti olan balaca Muradxanı ilk dəfə gördükdən sonra özü-özünə söz vermişdir ki, bu müqəddəs ocağı heç vaxt yalnız qoymayacaq. Artıq 6 ildir ki, Zəmrə müəllimə təkcə Ziyadın ailəsinin deyil, bütün şəhid ailələrinin yanında olmuş. Onların kədərlə şərik çıxmış, sevincini bölmüşdür. Çünki onlar artıq vahid bir ailədir və bu mənəvi birlik ən böyük dəyərdir. Eyni zamanda vurğulamaq lazımdır ki, bu gün burada əyləşən müəllimlərimizin övladları da həm döyüş meydanlarında, həm də hərbi xidmət dövründə böyük mətanət göstərmişlər. Mehpayə müəllimənin oğlu Şuşa Fatehi, tibb xidməti rəisi kapitan Məmmədli Ceyhun Sadıqoğlu müxtəlif medallarla təltif olunmuş və Azərbaycan bayrağı ordenin zirvəsinə ucalmışdır. Onun qardaşı Məmmədli Səbuhi Sadıqoğlu isə bir sıra medallar və fəxri təltiflərlə mükafatlandırılmışdır. Arifə müəllimənin oğlu mayor qərargah rəisi Kərimov Zərdan Əloğlu da Vətən müharibəsində qəhrəmanlıqla iştirak etmişdir. Tükmə müəllimənin oğlu Pirşən Şərbətov və Naibə müəllimənin oğlu Elnur Cəfərov əzmkarlıqla vuruşmuşlar. Aybəniz müəllimənin oğlu Tural Musayev hərbi vəzifəni yerinə yetirərkən həlak olmuşdur. Müəllimlərimizin dilindən xüsusilə bu xatirələr sübut edir ki, məktəbdə verilən düzgün təlim və aşılanan vətənpərvərlik ruhu gələcəkdə vətəni fədakarlıqla qoruyan, onun uğrunda hər bir çətinliyə gələn qəhrəmanlar yetişdirir. İndi isə gəlin Qarabağın arzusu şeirini dinləyək. Qarabağın arzusu. İnşallah lilli sular durular. Azərbaycan azadlığa qovuşar. Qarabağda toy məclisi qurular. Ağdam, Şuşa bu məclisə buyurar. Ağsaqqal Cəbrayıl, Ağsaqqal Laçın buyursun məclisə, məclisi açsın. Qubadlı, Zəngilan, versin qol-qola. Həsrət gidərincə onlar oynasın. Qoy Allahdan arzu edək hamıya, Qarabağı hamı belə tanıya. Bir də düşmən tapdağında olmaya, bu sözlərim xəyal kimi qalmaya. İndi isə sözü məktəbimizin direktoru Günay xanım Cəllovaya veririk. Teşekkür ederim, çok sağ olun. Hörmətli müəllimlər, dəyərli qonaqlarımız, əziz şagirdlər, mən bir daha hər birinizi salamlayıram. Dəvətimizi qəbul etdiyiniz üçün sizlərə dərin təşəkkür edirəm, həm öz adımdan, həm kollektivimiz adından. Bildirmək istəyirəm ki, Bakı Şəhər Üzrə Təhsil İdarəsi müxtəlif səmərəli, faydalı layihələrlə həyata keçirir və bu layihələrdən biri də 7-dən 17-yə vətənpərvər layihəsidir və bu layihə çərçivəsində bizim 73 nömrəli tam orta təhsil məktəbi belə bir tədbir hazırlamaq qərarına gəldi ki, bəlkə siz olan mənəvi borcumuzun bir qədər ödəniş olaraq bizim tədbirin adı onlar tarix yazırıq, biz yaşadırıq və bu adı seçmək əbəs deyilik. Biz düşünürük ki, bütün təhsil məktəbinin şagirdləri, biz müəllimləri yol göstərməyi sayəsində, öyrətməyi, aşılamağı sayəsində daima vətənimizin şəhidlərini uca tutmalıyıq, qorumalıyıq. Onlarla hər yerdə hər zaman fəxr etməliyik. Onlar canlarından, qanlarından keçdilər. Dövlətimizin suverenliyi uğrunda, Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid oldular.
Allah hər bir şəhidimizə rəhmət eləsin, ruhları şad olsun. Biz şəhid valideynləri qarşısında baş əyirik, sizə sonsuz minnətdarlığımızı bildiririk. Çox sağ olun, hər birinizə diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun. Mən də səndən eləmişsin, çıxışını sorayım. İstəyərdim mən. Mən çox üzr istəyirəm hər birinizdən. Bizim bütün kollektivimizin əməyi, ümumiyyətlə hər bir tədbir çox incə hazırlanır, çox böyük zəhmət tələb edir. Bizim bütün kollektivimizin böyük zəhməti, əziyyəti var bu tədbirin hazırlanmasında. Zəminə müəllim bir ayrı dəyəri, bir ayrı qatkısı, əziyyəti var. Zəminə müəllim çox təşəkkür edirik sizə. Həm öz adından, həm də bu əziz kollektivimiz adından təşəkkür edirik. Qonaqlarımıza da söz vermək istəyərik, sizə də söz vermək istəyərik tədbirimizin sonunda. Sözümü uşaqlar, şagirdlərimdən göstərdim. Sağ olsun şagirdlərimiz, təşəkkür edirik hər birinizə. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Həqiqətən mən bu günləri çox qürur hissi keçirdim və ilk növbədə şəhidlərimizə borcluyuq və şəhidlərimizi dünyaya gətirən, böyüdən bu şəhid analarının, şəhid atalarının qarşısında baş əyirəm. İnşallah biz sizdən tez-tez görüşəcəyik. Çünki Zəminə müəllimə ilə birlikdə bir kitab hazırlayırıq. Ziyad Əziz Xalq Rəhbəri həsr olunmuş və orada dərsləmiş müəllimlərin xatirələri də var orada. İnşallah bu yaxınlarda da onun bir döyüş, daha doğrusu yaxın bir döyüş silahdaşı oldu. Onu tapmışıq, onun da məqaləsi. Yəqin ki, bugünkü tədbiri də hazırlayarıq, o da kitaba daxil olar. Və bura gələrkən mən bir kitab gətirdim, Ömür Yollarım kitabını. Mən direktora sizə hədiyyə edirəm. Siz maşallah həm gənc, enerjili, mən inanmam ki, bax, burada belə həmişə belə vətənpərvər belə mövzuda tədbirlər keçiriləcək. Və o uşaqları hazırlayan Zəminə müəllimə, eləcə də əməyi olan hər kəsə, bütün müəllim kollektivinə təşəkkür edirəm. Sağ olsun, maşallah uşaqlar da ki, çox qəşəng şeirlər deyirlər. İnşallah növbəti dəfə gələndə hər birinizə bu kitab verəcəm. Sağ olun, sizə hədiyyə edəcəm. Sağ olun. Bir də bizim kollektivimizin şəhid ailələrinə bir kiçik hədiyyəsi var, bir xatirə hədiyyəsidir. İnşallah Muratxan müəllim zəhmət olmasa, Tarix xanım zəhmət olmasa gəlin. Bizim sizə hədiyyəmiz, məktəbimizin adından sağ olun, köməyiniz olsun. Mən Sizin Sərgəl qızda valideynlər Çok sağ olsun bizim müəllimlərimizlə dəstək olurlar. Allah razı olsun sizlərdən. Çok sağ olun. Teşekkür ederim. Biraz uşağa biraz arkaya
Çok sağ olun. Bizim için böyük hədiyyədir. Bizim həmişə başımızın üstündə asılacaq. Sizin bu şəhidləri bizə gələn qonaqlar, məsələn, yad edərkən baxıb qürurlanacaq. Çox sağ olun, var olun, Qəmlə müəllimə, bütün kollektivə öz minnətlərimi bildirirəm. Çox sağ olun, əziyyətinizi halal ediyorum. Çok sağ olun. Siz əziyyətinizi, haqqınızı halal edirsiniz. Sağ olun. Ben de burada oturan bütün müəllimlərimizə təşəkkür edirəm. Çox sağ olsunlar, gəlirlər. Bizim təqaüddə olan müəllimələrimiz çox sağ olun, var olun. Allah sizlərə can sağlığı versin. Bizlərə dəstək olun. Bizlərə dəstək olun. Allah can sağlığı versin. Çox sağ olun. Sözünüz varsa buyurun, siz də çıxış edə bilərsiniz. Çox sağ olun, var olun. Bütün məktəbin kollektivinə təşəkkür edirik ki, həmrəy oldular, hamısı bu tədbiri ərsəyə gətirməyimizə hamısı kömək oldu. Hamısı üçün çox sağ olsunlar, hamıda çox sağ olsun ki, bizə şərait yaratdı. Və onu da demək lazımdır ki, həmişə bu məktəbdə tədbir olur, amma gərək yaxşı işi qeyd edək. Bu borcumuzdur, şəhidlərlə bağlı. Günay Cəlilova məktəbə yeni təyin olundu məktəb direktoru. Ondan sonra tədbirlər geniş bir vüsət alır. Sizə təşəkkür edirik ki, hər gün bu məktəbdə tədbir olur. Onlar başda sizin sayənizdə və bizim müəllim kollektivinin sayəsində. Qazilər də yaddan çıxmasın. Arifə müəllimənin oğlu ölümcül yaralandı, müharibənin bizim yadımızdan çıxmaz. O şiddətli, yəni o döyüşlərin gedişində zərbə yaralandı və təsəvvür edin ki, bunu morga qoyurlar, baxıb görürlər ki, bu ölüm, elə hesab edirlər. Sonra görürlər ki, canı var. Yəni bu qazidir. Bunlar da bu məktəbin ərzində də ona görə xarş edirlər. Biz bütün şəhidlər qarşısında baş əyirik. Hər qarşı uğrunda qan tökür. Allah səbir versin bütün analara, atalara. Allah qazilərimizə də can sağlığı versin. İnşallah növbəti tədbirimizi ancaq elə məktəbimizin qazi. Ona görə məktəbimizin ərzində də ona görə müəllimlər təkcə şəhidlərə vətənpərvərlik ruhu aşılamayır. Həm də o müharibə zamanı bizim məktəbin müəllimələrinin evladları gedib döyüşürdülər. Biz o günləri, o ağır günləri yaşayırıq. Yazar. Hərbidə olur. Rauf müəllimimiz çox sağ olsun. Sağ olun. Şəhidlər haqqında şeirlər yazır, kitablar çap edir. Allah can sağlığı versin. Sağ olun. Su qovşanda ən çətin. Bütün məktəb bilir yaralılığını, mənə deyirlər. Məndən sorsa uşaqdan xəbər varmı? Çox xəbər varmı? Bəli, kollektivimiz o günlər kollektiv bilməm 12 gün demək istəyirəm, komod olmayan xəbərim var. 4 mütü qan vuruyor. Allah can sağlığı Verirəm o zadını, bağlar qulağa asar. Mehtarı mənim zəngirəkdir. Aydın səndə uşağı verir. Aslarda verir, xəzər demədə. Qazi çağırırlar. Bu çıxmadı. İnşallah bir gün onlarla görüşürüz. Yine teşekkür ederim. Allah Amin. 6 ildir nə bizlərində şəhidləndi, heç bir zaman unutulmadı, hər zaman. Onun əməyi böyükdür. Onun əməyi böyük ki, bir seçkiyiz barışıyız, bizim kollektivimiz çox gözəl kollektivimiz. Böyük nətər deyirsiniz, minnətdaram sizə. Kollektivimizin möhkəm çox gözəl, hər tərəfə layiq kollektivimiz. Nə bilim, eşitləşdirmişlərsə, biz söz söhbət yerlərinə bir-birini dəstəkləyir. Bir-birinin arxasında duralım. Allah canımıza can sağlığı. Bütün şəhidlərdə yenə də Allah verir. Nə bilir, qarşımızda baxır. Allah böyle çok güzel oldu. Murat'tan çağlar gelsin. Şəhid
Çəkin, razı qalın. Mən